Dən don alaram. Get al da bacı, sənə deyən var mı burada qal? Buyur get al girən 3 dənə donumu. Sən heç kim əsla məcbur edə bilməz ki, get al nəysə. Mən də gedib sənə deyə bilərəm ki, elə xalatlar var ki, 15 manata. Kitay viluru. Buyurub, get al ginə. 27 manat sənin üçün baha ola bilər. Qınamıram. Allah sənin ruzu, bərəkəti versin. Allah sənin başına o qədər pul töksün ki, sən gedib ən bahalısın. Hətta 27 manat deyərsən ki, nədir ki 27? 127 manatlıq gedib alıram. Yəni sən heç ki məcbur əsla etmir ki, sən şey elə. Bundan qabaq başa saldığım kimi 3 cür vilur var. Sən dediyin vilurlar, istədiyin vilur Kitay vilurudur. Problem yoxdur. Gedib Kitay viluru ala bilərsən. Səni burada heç kim tutmur ki, sən götürüb mənə burada çirkin nəysə mesaj yazarsan. Qəlbin çirkinliyin bura tökməyin. Siz öz negativi gedib evinizə tökə bilərsiniz, qohumlarınıza tökə bilərsiniz, əzizlərinizə tökə bilərsiniz. Bura negativinizi tökməyin. Gedin başqa yerdə tökün. Heç kim burada heç kimi, nə mən canlıda sizi məcburan kimlərsə burada saxladıram, nə də məcburan sizə mal satıram. Yəni sizin kimi xanımlar